Təsəvvür edin, bu günlərim insanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişib? Vaxtı gedir. Sonra pul gedir. Getdiyiniz zaman çünki həqiqətən insanın bəzən elə olur ki, əsəbləri korlanır. Nəyi dəyişir? 52 həftə var ildə. Bu günlərim Azərbaycanın özündə 2000-dən çox məscidimiz var. Hər məscidə cümə günü təsəvvür edin 100 nəfər gəlsə, 200 min nəfər eləyir. Bu ölkəmizə və yaxud da həmin yerdə, bölgədə yaşayanlara bir faydası varmı? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleyküm və rahmetullahi və barakatuhu. Dəyərli müsəlman bacı və qardaşlarımız, yenə Elşadın zəlalətlərindən bir zəlalətin sizə göstərmək istəyirik, bəyan eləmək istəyirik. Adam bundan əvvəlki videomuzda deyirdi ki, cümləyə həftəlik prosesləri müzakirə etməkdən ötürü gəlmək lazımdır. Və Allahın bu ayəsində namaz kəlməsində inkar edirdi. Yə eyyuhəllezine əmənu İzə nudiyə lissalati min yevmil cum'ati fəs'əvu ilə zikrillah və zərul bəy zəlikum xayrun ləkum in kuntum ta'lemun. Allah Teala bu ayədə deyir ki, iman gətirənlər cümə günü namaza çağırıldığınız zaman fəs'əvu ilə zikrillah, Allahın zikrinə tələsin, və zərul bəy, alış-verişi, ticarəti tərk edin, zəlikum xayrun ləkum in kuntum ta'lemun. Bu sizin üçün nə qədər xeyirlidir, əgər bilsəniz. Adam deyirdi ki, həftəlik prosesləri müzakirə etməkdən ötürü gedirsən cüməyə, namaza deyil, sadəcə cüməyə. İndi isə deyir ki, insanlarımız cüməyə gedirlər, onların vaxtları gedir, pulları gedir, əsəbləşirlər, hətta insanlara əziyyət verirlər. Təsəvvür edin ki, Quranı təbliğ edirəm deyən bir insan böyük təəssüf hissi ilə müsəlmanların Cümə surəsi 9-cu ayəyə əməl etdiklərini bildirir, deyir ki, yəni təəssüf olsun ki, insanlar bu ayəyə əməl edirlər. Yəni Allahın çağırışına cavab verirlər. Dəyərli müsəlman bacı və qardaşlarımız, özünüzü qoruyun, evladlarınızı qoruyun. Allah Teala buyurur ki, Yə eyyuhəllezine əmənu qu ənfusakum və əhlikum nara. Ey iman gətirənlər, özünüzü və ailənizi oddan qoruyun. Deməli, Allah Teala bu ayədə də bizi öz əzabından qorunmağa dəvət eləyib. Baxmayaraq ki, Elşad Miri Allahın əzabını, Quranda əzab ayələrini inkar edir. Lakin Allah Teala bizi, ağıllı insanları dəvət edib ki, özünüzü və ailəvizi oddan qoruyun. Qoruyun özünüzü və ailəvizi belə insanlardan, belə insanların şərindən. Adam deyir ki, Allahın kitabına əməl etməyin, mən deyənə əməl edin. Allah cüməyə çağırır, gəlin məni zikrə, ticarəti tərk edin, bu sizin üçün daha xeyirlidir. Adam deyir ki, yox, gedməyin, vaxtınız gedir, pulunuz gedir, özünüz də əsəbləşirsiniz. Biz Allahın mı sözünü götürək, yoxsa Elşad Mirinin? Dəyərli müsəlman bacı və qardaşlarım, dinləməyin belə insanları. Adam dünya istəyir. Həcdən danışanda deyir ki, çoxlu pullar qazanılır orada. Ümrədən danışanda çoxlu pullar qazanılır orada. Cümədən danışanda deyir, cümə vaxtınızı aparır. Pulunuz gedir, əsəbləşirsiniz. Təsəvvür edirsiniz, nə deyir adam? Və sonra deyir ki, Azərbaycanda neçə 100 min, orada rəqəm deyir, məscid var. Ora hər məsciddə 100 və yaxud hansı rəqəmi deyir. Adam gəlsə, hərəsi 1 manatdan qoysa, bu 200, nə bilim, nə qədərsə rəqəm deyir orada. Bununla çox iş görmək olar. Təsəvvür edirsiniz, pul, pul, pul. Qazanc, qazanc, qazanc. Lakin Allah subhanahu wa ta'ala bizə ayədə buyurur ki, وَمَا عِنْدَ اللّٰهِ خَيْرٌ لِلْأَبْرَارِ. Allah qatında olanlar isə daha xeyirlidir. Kimin üçün? Lil-əbrar. Əməli salih insanlar üçün, Allahdan qorxanlar üçün. Allahdan istəyirik ki, Allah Teala bizi və evladlarımızı belə insanların şərindən qorusun. Vəlhamdülillahi Rabbil alemin.